Azərbaycandan kənarda yaşayan Azərbaycanlıların ürəkləri gərək daimi Azərbaycanın ürəyi ilə vursun. Nəbzi hər bir kəsin gərək Azərbaycanın nəbzi ilə vursun. Gərək hər bir kəs harda yaşasmağından asılı olmayaraq, şəxsi vəziyyətinin ağır ya çətin, yüngül yaxud da yaxşı olmasından asılı olmayaraq, öz ana vətəni haqqında düşünsün. İndi Azərbaycanlılar artıq bilirlər və daha da artıq bilməlidirlər ki, Azərbaycanlıların nəhayət müstəqil devləti var. Azərbaycan Respublikası. Azərbaycanlılar üçün bir ana vətən var. Bu müqəddəs Azərbaycan torpağıdır. Demək, harda olursan ol, harda yaşayırsan yaşa. Amma Azərbaycan haqqında düşünməlisən. Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən. Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən. Azərbaycan xalqının bu günü gələcəyi haqqında düşünməlisən. Dəyərli ziyalılar, şəhid ailəsinin nümayəndələri, əziz tələbələr, sizi Vətənin Candan Əziz adlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş rəsmi tədbirində salamlayırıq. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıqlandırırıq. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Əziz Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Mərkəzi İctimai Birliyinin fəxri üzvləri, qonaqlarımız, üzvlərimiz, gənclər, sizin hər birinizi salamlayıram. Bugünkü tədbirimiz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə toplaşmışıq. Həmrəylik nə deməkdir? Həmrəylik dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər birimizin ürəyində Azərbaycan adına ürəyimizin döyünməsi deməkdir. Həmrəylik eyni dərddə, eyni dildə dərdlərimizi paylaşmağımızdır. Həmrəylik eyni dildə sevinməyimizdir. Həmrəylik
bir güc nümayişidir həm də. Azərbaycançılıq ideyası çox müqəddəs bir ideyadır. Azərbaycançılıq ideyası Ulu Öndər mərhum Heydər Əliyevin müqəddəs bir ideyasıdır və bu bizim gələcəkdə yaşamağımıza, xalqımıza həmişə bir işıq saçan ideyadır. Heydər Əliyev demişdi, Azərbaycançılıq hər bir Azərbaycanlının qəlbində yaşamalıdır. Amma Azərbaycançılıq ideyasını yaşatmaqla biz milli köklərimizdən qopmamalıyıq. Milli köklərimizə söykənib, öz dəyərlərimiz üzərində dünya düşüncəsinə, dünya dəyərlərinə də düşüncəmiz daim açıq olmalıdır. Bugünkü gənclərlə mən həqiqətən fəxr edirəm və hər birimiz Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, İctimai Birliyinin işində yaxından iştirak etməliyik. Bugün biz müharibədə həqiqətən öz gücümüzü, birliyimizi dünyaya sübut etdik. Amma bugün də müstəqilliyimizin qorunmasında bir olmalı, daha da səylə çalışmalıyıq. Daha da möhkəm bir güc olmalıyıq. Dövlət başçısının ətrafında birləşmək, möhkəm birləşmək, xalqımızı, vətənimizi yetərincə təmsil etmək hər birimizin vətəndaş kimi, Azərbaycanlı kimi boynumuzun borcudur. Azərbaycan sadəcə xəritədə bir ölkə deyil. Azərbaycan bizim dilimizdir. Azərbaycan bizim yaddaşımızdır. Azərbaycan bizim tariximizdir. Zaman zaman böyük dövlətlər yaratmış bu millət, xalq, yəni sıradan bir xalq deyildir. Köklərimizə nə qədər bağlı olursaq, o qədər də gücümüz, qüvvətimiz daha da artacaq. Yaşasın həmrəyliyimiz, yaşasın birliyimiz. Azərbaycan bayrağı daim ucalarda dalğalansın. Yaşasın Azərbaycan, yaşasın Azərbaycanın əziz prezidentimiz, müzəffər ali başkomandanımız. Hər birimizin fəxri, başımızın tacı, şəhid anası Reyhan xanım iştirak edir. Reyhan xanımız iştirak edir. Tarixçi müəllimimiz, tarixçimiz Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi Kafedrasının müəllimi İsa müəllim, hörmətli İsa müəllim iştirak edir. Azərbaycan Bayrağı Ordeni komutanımız Zahir bəy iştirak edir. Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, əzizimiz, sevimlimiz iştirak edir. Gənclərimiz iştirak edir və anar hərbi orkestrin solisti, vokalçı, bir çox marşların və vətənpərvərlik mahnılarının müəllifidir. Dönə-dönə mən sizin mahnılarınızı vətənpərvərlik mövzusunda sosial şəbəkələrdə paylaşımlarınızı izlədim, baxdım. Zaman-zaman vətənpərvərlik mövzusunda çox mahnılarınız var. Davamlı olsun həmişə. Onlar iştirak edir. Hamınızı salamlayıram bir daha. Rəhmə xanım, bizim əzizimiz və Mətbuat Xidmətinin katibi, Dünya Azərbaycanlıları Mətbuat Xidmətinin katibi, departamentinin katibi İradə xanım, Dodo qəzetinin baş redaktoru. Mən sözü Reyhan xanıma vermək istəyirəm. Reyhan xanım, bugünkü tədbirimizlə əlaqədar bir neçə kəlmə. İcazənizlə ilk öncə xatırlatma verim. 44 günlük müharibənin şəhidi Yusufzadə Raminin anasıyam. Ümumiyyətlə mən hər yerdə bunu ifadə edirəm ki, məni mən kimi yox, Raminin anası kimi tanısınlar. Çünki mənim amalım hal-hazırda, yəni ümumiyyətlə bir amalım var, Ramini tanıtmaq. İnşallah ki, Allah da mənə o qisməti nəsib edir ki, bugünkü gün mən sizlərlə buradayım, bir yerdəyim. Rasim müəllimə təşəkkürümü bildirirəm ki, məni də öz, necə deyirlər, sıralarına layiq görüb. Mən çox şadam ki, bugünkü gün Afaq xanımla çiyin-çiyiniyəm, İradə xanım burada. Yəni ki, bilirsiniz, mən həmişə deyirəm ki, şəhid ailələri üçün ən önəmlisi mənəviyyatdır. Niyə? Çünki mənəviyyat olan yerdə o ailənin dəyəri də, o ailənin necə deyirlər, yaşaması, yəni mən
belə deyim də, bizim üçün mənəviyyatın önəmlisi odur ki, yəni biz ayaqda durmağa vadarıq, çalışmırıq, vadarıq. Niyə? Çünki bugünkü gün əgər övladlarımızı tanıtmaq istəyiriksə də, biz bu üsula əl ataraq, yəni ayaqdayıq. Mən həmişə deyirəm ki, qoy düşmən sevinməsin. Qəlbimizin daxilində ağrılar, acılar qaçılmaz haldır. Biz o ağrılarla yaşayırıq və belə deyim də, yəni ki, son nəfəsimizə qədər o ağrıları, acıları heç kim bizim qəlbimizdən ala bilməz. Amma paralel olaraq biz ayaqda durmalıyıq ki, biz o, necə deyərlər, övladlarımızı tanıdaq. Mən bir təhsil işçisi olaraq həmişə uşaqlara tövsiyəm odur ki, uşaqlar heç vaxt şəhidləri ayırmıyor. Baxın, elə bugünkü günün burada yığışmışıq həmrəylik gündən. 89-cu ildə bilirsiniz ki, o dövrdə, yəni sərhəddə, İran və Azərbaycan sərhədində, Naxçıvan sərhədində daha doğrusu, o olan münaqişədən yaranan və sonra 91-ci ildə artıq ümumilli liderin, necə deyərlər, imzası ilə artıq qərarlaşdıran, yəni 31 dekabr ayında olduğu üçün artıq 31 dekabrda bu təsdiq olundu ki, həmrəylik günü və dövlət tədbiri kimi keçirilsin. Və mən uşaqlara tövsiyəm odur ki, gəlin uşaqlar, bax, o özü də bir, mən tələbə idim, Afa xanım, mənim yadıma gəlir ki, universitetdən biz dərsdən çıxanda biz mütləqi şəkildə o yürüyüşə gedirdik, hətta orada o, necə deyərlər, bilmirəm, yəqin ki, hamı olmamış olmaz, biz o 20 yanvar dövrünü mən nəzərdə tuturam, yəni o dövrlərdə biz o iştirak edirdik orada və bir amalımız var idi, müstəqilliyimiz və övladlarımıza tövsiyəni ona veririk ki, heç vaxt şəhidlərimizi, bir məqsədimiz var ki, şəhidlərimizi ayırmayaq. 88-ci ildən bu dövrə qədər gəldikcə, məsəl üçün, o qədər o Azərbaycan xalqının o çəkdiyi əzabı, əziyyəti və 90-cı illərdir, ondan sonra 93, 92, 93, aprel döyüşləri və nəhayət ki, 44 günün o müharibənin, o necə deyərlər, zəfərimizin çalması o deməkdir ki, mən həmişə deyirəm ki, o dövrdəki şəhidlər bizim övladlarımızın böyük qardaşları idi və onlar o, necə deyərlər, bəli, o dövrdə estafeti verdilər. Təbii, estafeti bizim övladlarımıza, yəni necə deyərlər, ötürdülər və bunun sayəsində də təbii ki, o zəfərimizi qazandıq. Amma təbii ki, həmrəylik, bax, bu da həmrəylik. Mən dövlət başçımızın bir sözünü o qədər, inanın, bəlkə də o qədər mən ruhlandım ki, həyatda ki, o söyləyir, biz zəfəri qazandıq. Nəyin sayəsində? Şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin sayəsində. İnanın, bu söz mənə o qədər xoş gəldi ki, niyə? Həqiqətən, mən həmişə, belə deyim, fəxrli anayam. Bax, qürurluyam. Heç vaxt əyilmirəm. Niyə? Çünki mənim övladım vətən uğrunda özünü fəda verdi. Yenə deyirəm, buradadır ağrı acı. Amma simamızda o ağrı acı düşmən qoy sevinməsin. O niskil onun ürəyindədir, ona ürəyidir. Bəzən başqa cürə başa düşürəm. Yox, mən fəxrliyəm ki, mən Yusifzadə Ramin anasıyım. Mənim övladım ananın, bacılarının qeyrəti üstündə öz canını fəda verdi. Və dövlət başçımıza həqiqətən bugünkü gün biz təşəkkürümüzü bildiririk bir şəhid ailəsi adına, öz şəxsən ailəm adından. Mənim üçün fəxirdir ki, Ramil olan əziyyətləri, belə deyək, bütün şəhidlərin əziyyətləri cavabsız qalmadı. Ordenlərlə, medallarla təltif olundu. Bəzən düşünürlər ki,
orden, yəni medal mənim üçün ancaq çox önəmlidir. Niyə görə? Anar bəy. Mənim Ramin muzeyində ki, o vəsiqə ki, prezidentin qolu ilə çəkilən ki, vəsiqə durur, o mənim üçün böyük bir fərqdir. Və bəlkə də həmin o anlardır ki, mən bugünkü gün idarə edib özümü o ağrı acılarla bərabər ayaqda duruşdura bilirsiniz. Və yenə deyirəm, sağ olsun dövlət başçımız, sağ olsun dövlətimiz, Azərbaycan xalqımız tam şəkildə yox. Yəni, belə deyək, şəhid ailələrinə hər bir atılan addım, inanın, bizim üçün o qədər mənəvi dəyəri var. Və mən bugünkü gün yenə də deyirəm, Azərbaycan xalqımıza, dövlətimizə, dövlət başçımıza öz təşəkkürümü bildirirəm. Şəxsən öz ailəm adından. Ki, qızım da buradadır. Yəni, övladım, 2 övladım vardı. Biri vətən sağ olsun, fəda verdi canını. Ananı düşünməyərək, təbii ki. Amma qismət. Övladımdır. Və bugünkü gün həqiqətən mənim amalım, bircə amalım var. Afaxan, bir sözü həmişə hər yerdə etiraf edirəm. Biz Azərbaycanı sevirdik. Amma övladlarımızdan sonra 2 qat sevməyə başladıq. Niyə? Çünki onlar bizə sevdirdilər. Gəlin bunu etiraf edək. Və bəlkə də biz o övladlarımızın ki, irəli gedərək, məsələn, Ramil irəli gedib, yaralanıb, yenə də irəli gedib, geri qayıtmayıb. O düşüncələr, deməli, burada vətən sevgisi var. Həm də siz onu elə tərbiyə eləmişsiniz. Sizin verdiyiniz tərbiyə. Yəni, yenə deyirəm, çox təşəkkür edirəm ki, bax, bugünkü gündə buradayıq. Yəni, bu mənim üçün böyük bir fəxirdir. Yenə də dövlət başçımıza da öz təşəkkürümü həqiqətən bildiririk. Və yeri gəlmişkən ad gününü də biz təbrik edirəm. Efirdən də mən təbrik elədim dövlət başçımızın anadan olduğu bir gün idi. Sözümü bitirirəm. Ümummilli liderin sözlərinə o qədər mən çox xoşum gəlir, istinad edim. Çünki həqiqətən bizim üçün çox dəyərlidir. Hər bir millətin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. İndi də fəxr edirəm ki, mən Azərbaycanlıyım. Bəli, biz fəxr etməliyik ki, hər yerdə biz Azərbaycanlıyıq və qürurluyuq. Bu qürurumuzda heç vaxt heç bir düşmən tapdaq altına atıb, yəni necə deyək, bizim qürurumuzu sındıra bilməz. Təşəkkür edirəm. Çox sağ olun. Biz sizə təşəkkür edirik Reyhan xanım. Biz sizə təşəkkür edirik ki, belə bir övlad böyütdünüz. Verdiyiniz tərbiyənin nəticəsidir, vətənpərvərliyin nəticəsidir ki, o gözünü qırpmadan özünü atdı, vətənini qorudu yəni. Biz sizə təkrar təşəkkür edirik. Gün həqiqətən tarixi günlərdən biridir. Bu mənada ki, həm kədərli gündür, həm sevinçli gündür. Əvvəla kədərdən başlayaq, sonra sevinclə keçək. Bilirsiniz ki, bir il bunun əvvəl Azərbaycan təyyarəsi Qrozn üzərinə vuruldu və 30-dan artıq şəhidimiz oldu. Sevinçli günümüz onunla bağlıdır ki, Reyhan xanım dedi, bir tarixi bir arayış vermək istəyirəm. 1991-ci ilin dekabr ayının 25-də, o vaxt hələ Milli Məclisi yoxdur, Azərbaycan Ali Soveti 3 mühüm qərar qəbul elədi. Qərarların biri, deməli, dekabr ayının 31-ni Ümumdünya Azərbaycanlılarının həmrəylik günü elan olunması idi. İkincisi, 1992-ci ildən etibarən Azərbaycanın ali məktəblərinə qəbulun qardaş Türkiyədə olduğu, yəni bu təcrübəyə əsasən qəbulun test üsulunun həyata keçirilməsi idi. Üçüncüsü də həqiqətən Azərbaycan tarixində mühüm rol oynayan Kiril əlifbasından Latin qrafikasına keçməsi idi. Və o dövrdə Ali Sovet tərəfindən qəbul edilmiş həqiqətən bu qərar bir daha onu göstərdi ki, Azərbaycan xalqı həmişə həmrəy olmaya bacarır. İlk dəfə 2001-ci ilin mart ayında Ulu Öndərin tapşırığı ilə Dünya Azərbaycanlılarının qurultayı keçirildi. O zaman yalnız 36 dövlətdən nümayəndələr gəlmişdi.
İndiyə qədər Dünya Azərbaycanlılardan 5 qurultayı olub. İkinci qurultay 2006-cı ildə, üçüncü qurultay 2011-ci ildə, dördüncü qurultay 2016-cı ildə. Amma 16-cı ildən sonraki o 5 illik belə deyim, ənənə bir qədər qırıldı. Qırılmasının da ən başlı səbəbi bilirsiniz ki 20-21-ci illərdə pandemiya vardı. O həqiqətən öz təsirini göstərdi. Digər bir tərəfdən 2-ci Qarabağ müharibəsi də özünü göstərdi. Və 5-ci qurultay 2022-ci ilin aprel ayının 22-si və 23-də işğaldan azad olunmuş Azərbaycan mədəniyyətinin beşiği olan Şuşada keçirildi. Bu həqiqətən böyük bir hadisə idi. Məsələ burasıdır ki, bayaq yazıda qeyd elədim ki, 1-ci qurultayda təxminən 36 ölkədən gəlmişdi. Amma 5-ci qurultayda 65 ölkəni təmsil edən 400-ə yaxın, həqiqətən 400-ə yaxın bir nümayəndə iştirak edirdi və ölkə prezidenti orada da çıxış elədi və həqiqətən o tarixə yazılan bir qurultay oldu və təsadüfi deyil ki, onun adını Zəfər qurultayı qoyuldu. Çünki artıq Azərbaycan xalqı öz zəfərinə çatmışdı. Amma müəyyən bir belə deyim, nüanslar qalmışdı. O keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tamamilə azad olunması, yəni dövlət suverenliyinə nail olması. Və bayaqdan deyilir, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin və həmin şəhidlərin, döktükləri qanun qazilərimizin və zabit və əskər heyətimizin apardığı həmin, daha doğrusu etdiyi o şücaət nəticəsində, mübarizə nəticəsində biz indi sizinlə oturub onları yad edirik. Eyni zamanda Ümumdünya Azərbaycanlılarının həmrəylik gününü yadımıza salırıq. Və yadınızdadırsa 2023-cü ilin sentyabr ayının 19-dan 20-sinə keçən gecə 24 saat çəkmədi, 23 saat ərzində ermənilərin bütün kökünü kəsə bildik. Və demək olar ki, artıq ölkə prezidentinin də qeyd elədiyi kimi, bununla Azərbaycan Respublikası özünün dövlət suverenliyinə nail ola bildi. Həqiqətən çox möhtəşəm hadisələrdir. Bugünün dəyəri başqadır. Və biz Azərbaycanlılar bu həmrəyliyi daim qoruyub saxlamalıyıq. İlk növbədə hər bir Azərbaycanlı üçün onun dövləti, milləti və üç rəngli bayrağı əsas olmalıdır. Çünki nə qədər ki, üç rəngli bayrağımız dövlətlərin bayraqları arasında ucalır, deməli biz varıq, biz həmrəyik. Mən təşəkkür edirəm hamımıza, bir daha hamımıza bu bayram münasibəti ilə təbrik edirəm. Torpaq, ərazi bütövlüyümüz sarsılmazdır. Zahir bəy, bir-iki kəlmə siz. Mən Azərbaycanlıların həmrəylik günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm və onlara can sağlığı arzu edirəm. Çünki bu böyük bir tədbirdir. Azərbaycan 31 dekabr Azərbaycanlıların həmrəylik günü münasibətidir. Dünyanın 60-dan çox ölkəsində Azərbaycanlılar yaşayır və həmrəylik bu Azərbaycanlıların yaşadığı yerdən asılı olmayaraq hamısını birləşdirir. Bir neçə kəlmə də mən 20-ci ildən qabaq və 20-ci ilin zəfər yürüyüşündən danışmaq istəyirəm. Mən Azərbaycan Silahlı Qüvvələrində 91-ci ildən xidmətdəyəm. Bütün Ali Baş Komandanların devrində və bütün nazirlərin devrində komandir kimi bir şərəfli yol keçmişəm. 20-ci ilin dekabr ayının 29-una qədər. Özüm 2-ci qrup Qarabağ əlilliyəm. O vaxtda 20-ci ildə də, yəni orduya gedəndə əlilliğim 20-ci ildən sonra da bu əlillik təsdiq olunub. Yəni qazi, həyətdə qaziyəm. Tarixdə çox şeylər təkrar olunur. Kiminsə qismətinə şəhidlik, şərəfli ölüm yazılır. Kiminsə qismətinə şərəfli yaralanmaq düşür, kiminsə şərəfsiz ölüm düşür.
Mənim də tarixdə çox şeylər yazılıbdır ömrümə. İkinci Vətən müharibəsində, yəni Zəfər yürüşündə, ikinci demək Zəfər yürüşündə ata-oğullar silsiləsindən mənim talihimə, mənim tariximə yazıldı. Mən oğlumla, kiçik oğlumla bir yerdə Daşaltıya qədər hərəkət edə bildik. Daşaltından sonra isə bizim yollarımız ayrıldı. Oğlum Şuşaya, mən isə geri qayıtmalı oldum. Hətta gözəl bir məqalə yazmışdılar. Yazmışdılar ki, Azərbaycanın Maxaraşvilisi. Ata-oğullar silsiləsindən. 1994-cü il yanvar ayının 5-də keçirilən Horadiz əməliyyatını və dəyirmi stol arxasında düşməni oturdan əməliyyata birbaşa rəhbərlik eləmişəm. Həmin əməliyyata görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı mən Azərbaycanın Milli Qəhrəmanı fəxri adı elan olunubdur. Yaxın gələcəkdə yəqin ki, gəlib çatacaqdır. Və Azərbaycan bayrağı ordenindən layiq görülmüşəm. Bunları deməkdə, sadalamaqda məqsədim özümü tanıtmaq deyil, prosto sadəcə olaraq tanışlıq əlamətidir. 2020-ci ildə isə 30 sentyabrdan artıq müharibəyə qoşulmuşam. Oğlum məndən qabaq getmişdi. Sumqayıt Apellyasiya Məhkəməsinin əməkdaşı idi. Könüllü olaraq, o da hüquqşünasdır, hüquqşünaslar əməkdaşıdır. O 21 sentyabrdan artıq çağırılıb aparılmışdı. Ancaq mən isə könüllülərdən ibarət edim. 1 oktyabr tarixdə Bəxtiyar Paşa ilə mənim görüşüm oldu. Görüşdə mənə birinci sual verdi ki, abi buraları niyə almırsınız? Mənim ona cavabım oldu ki, məni harada gözləyirlərsə mən ora gedirəm. Bizə boş zona lazımdır və boş zonanı onlara xatırlatdım. Biraz əziyyətini çəkdim, ordunun qabağına düşmək lazımdır və 4 oktyabrda Cəbrayıl şəhərini, Cəbrayıl rayonunu işğaldan azad elədik və bu Cəbrayıl rayonu oldu bizim üçün nə? Qapı, azadlığın qapısı oldu. Ordu 2 yerə bölündü, bir hissəsi Zəngilan, Qubadlı, Laçın istiqamətdə, bir hissəsi isə Füzuli, Xocavənd, Şuşa istiqamətinə hərəkətə keçdi. Yəni, mənim o vaxtı 62 yaşım vardı. 62 yaşında heç kəsi orduya çağırıb aparmırlar, ancaq mən orduda iştirak elədim. Heç kəsin də qarşısında günahkar deyilik ki, biz sağ qalmışıq. Şəhid olmamışıq, şəhidlik çox böyük zirvədir. Ancaq həmişə mən demişəm, şəhidlərimizi döyüş zonasında, yaralılarımızı döyüş zonasında qoymayıb, düşməni məğlubiyyətə aparan əskərlərimiz də vardır. Çünki yaralandığın qutaylı etdi. Əgər ordu geri çəkilirsə, hamımız nəyik,əsirik. Ancaq bu dəfə elə olmadı. Mənim 27 oktyabr 20-ci ildə Füzuli rayonu tam düşməndən azad olunanda bir çıxışım var. Orada qeyd eləmişəm bunu ki, bugünkü günü ordumuzun, xalqımızın, devlətimizin vəhdəti nəticəsində qələbəmiz baş tutdu. Zəfər yürüyüşü baş tutdu və qələbə çaldıq. Bu ancaq xalqın vəhdətini deyirəm. Mən sizə and içərəm ki, adi hər günə bir corab giyinirdim. Günə bir corab giyinirdim. Çünki ayaqlarım artıq yara bağlı olmuşdu. Hamı günə bir corab giyinirdi. Xalq hər şey göndərirdi. Heç nəyə ehtiyac yoxdur. 15 oktyabr səhər tezlərində mənə göstəriş verdilər ki, 2
bölük cəbhəni yarıb onlara çörək çatdırmaq lazımdır. Səhər saat 12-də 1200 nəfərlik, 600 nəfərlik, ancaq 1200 nəfərlik yeməyə artıq hazırdır. Bu xalqımızındır. Füzulinin kətləri bunu yığıb gətirdi, verdi. Yəni devlətimizin, ordumuzun, xalqımızın vəhdəti nəticəsində belə bir qələbəni, belə bir zəfər yürüyüşünü başa çatdıra bildik. Bugün Vətənim candan əzizdir mövzusunun başlığı altında çıxış etmək istəyirəm. Vətən nədir deyə başlamaq istəyirəm cümləmə. Vətən bizim üçün sadəcə üzərində yaşadığımız bir torpaq parçası deyil. Vətən bizim dünənimiz, bugünümüz və gələcəyimizdir. İnsan harda dünyaya göz açırsa açsın, onun ruhu daima öz torpaqlarına bağlıdır. Ədəbiyyatımızdan da vətənə qarşı olan fikirlərdən söyləmək istəyirəm. Dahi görkəmli Azərbaycanlı xalq şairi Məmməd Araz belə vurğulayıb ki, vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Bunun mənası o qədər dərindir ki, yəni deyir, vətən mənə əzizim doğmam desə, mən onun üçün hər şey etməyə razıyam. Bəli, biz də elə həmin gənclərdən olmağa çalışırıq. Vətən üçün əlimizdən gələn hər şeyi etməyə. Buna necə başlaya bilərik? Öz milli mədəni irsimizi qorumaqla, öz milli kimliyimizi unutmamaqla, ana dilimizə sahib çıxmaqla, ana dilimizi gələcək nəsillərə saf şəkildə ötürməyə cəhd etməklə. Biz milli mədəni irsimizi, xalçalarımız, bizi dünyaya tanıdan bütün milli kodlarımız vasitəsilə qorumağı bacarmalıyıq. Kəlağaylarımızla, öz adət-ənənələrimizə sahib çıxmağımız, musiqilərimizdən muğam, bizi dünyaya tanıdan hər şeyi qorumağı bacarmalıyıq. Eyni zamanda biz ərazilərimizi unutmuruq, bizim təbiətimiz, hər birini qorumalıyıq. Məsələn, Göygöldən Şuşaya, sonra bütün ərazilərimizin hər birində xəzinə qədər dəyərlidir bizim üçün. Əgər mən deyirəmsə vətənim candan əzizdir, mən nəyi vurğulamalıyam? Təbii ki də bizim zəfər tariximizi. Vətənim candan əzizdir deyil, öz canını fəda edən igidlərimizi, hərbiçilərimizi, qazilərimizi. Onlar gözlərini qırpmadan vətənləri uğrunda öz canlarını fəda etdilər. Mən elə bugün bizim tədbirimizdə şəhid valideynin iştirakını görüb nitqimə belə davam etmək istəyirəm. Qəhrəman şəhid Ramil Yusifzadənin valideyni Reyhan xanım Yusifzadə, sizin simanızdan mən bütün şəhid ailələrindən və onlara sadəcə bunu demək istəyirəm ki, siz fəxr edə bilərsiniz ki, sizin elə igid övladlarınız var. Elə mənim bu nitqimin ən gözəl parçası da budur ki, onlar vətənləri uğrunda, vətənimin candan əzizdir deyərək bunu öz əməlləri ilə sübut etdilər. Bəziləri kimi sadəcə danışmadılar, bunu rəsmi olaraq bizə göstərdilər. Və belə bir misralar da var ki, deyir, xəyal bir çiçək də getirə bilməz. Bugündən sabaha körpü salmasa, azadlıq ağacı bar verə bilməz, şəhid qanı ilə suvarılmasa. Və bütün Azərbaycanlılar, biz hər birimiz öz xalqımızın müdafiəsində durmağı bacarmalıyıq. Eyni zamanda da vətən bizim anamızdır. Vətən bizim üçün müqəddəsdir. Və yenə də Məmməd Arazın şeirindən bir parça ilə nitqimi bitirmək istəyirəm. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Çox gözəl çıxış hazırlamışsan. Vətənin candan əziz mövzusu ilə. Reyhan xanım, Ramil Yusifzadə artıq Reyhan xanımın oğlu deyil. O hamımızın oğludur, bütün Azərbaycanın oğludur. Bayrağımızın üzərindəki o qırmızı rəng tökdüyümüz qandır. Vətən üçün gələn oğullarımız varsa, deməli, vətən var. Vətən yaşayır, həmişə də yaşayacaq. Artıq Ramil Yusifzadə onun oğludur. O bütün Azərbaycanın oğludur. Hər birimizin babasıdır. Mətbuat Departamentinin, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Mətbuat Departamentinin katibi hörmətli İradə xanıma söz verirəm. İradə xanım, bugün bir neçə Önlü günüdür, bunu arxada qoyuruq. Amma bizim Azərbaycanımızın, gözəl Azərbaycanımızın baş memarı elə Azərbaycanımızı qurub ki, ulu öndərimiz, ona qəni-qəni rəhmət diləmək borcumuzdur bugünkü gün onu xatırlayaq. Yəni, bəzi detallara burada hamımız
vurğuladınız dediniz. Bugünkü gün tarixlə ölçülmür. Yəni bugünkü günü təkcə təqvimi biz yada salmaqla deyil. Bugünkü gün bizim dilimiz, yaddaşımız, kökümüzdür, bizim talihimizdir. Dünyanın harasında yaşamanın asılı olmayaraq bizi birləşdirən Azərbaycandır. Yaşasın bizim Azərbaycanımız. Yəni buna görə də harada olmağımızdan asılı olmayaraq biz vətənlə bağımızı qırmamalıyıq. Ona görə baş memarımıza bir daha da Allahdan rəhmət diləyirəm və gələcək ilimiz üçün də hər birinizin bayramınız, yeri iliniz uğurlu olsun ki, hər biriniz evinizin, Azərbaycanımızın memarı olasınız. Bayramınız mübarək olsun, əziz Azərbaycan. Bu gün üçün şəhidlərimizə borcluyuq. Mən buradan başda Reyhan xanım olmağına bütün şəhid analarımın üzünü tuturam. Başınızı uza tutun, şəhid anası. Biz sizə minnətdarıq, biz sizinlə fəxr edirik, qürur duyuruq. Ona görə ki, vətənin dar günündə sinəsini düşmənə sipər elən belə qəhrəman o övladlar böyüdüb tərbiyə eləmişsiniz. Biz onların haqlarını ödəyə bilmərik. Nə qədər də mənəvi yanlarında olsaq da onların haqlarını ödəyə bilmərik. Mən şəhidlərin müqəddəs ruhları qarşısında baş əyirəm. Sağlamlığını itirən, qismən itirən qazilərimizi də yarımcan yaşayan diri şəhidlər adlandıraram. Bütün müharibə iştirakçılarına da Allah can sağlığı versin. Şəhidlərimizi də, yaralı qazilərimizi də döyüş bölgəsindən məhz çıxaran onlar olubdur. Müharibəni zəfərlə başa çatdıran da onlar olubdur. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Bu günləri həqiqətən çox gözəl bir gün toplaşmışıq bura. Məkan deyərdim ki, doğma bir məkandır mənim üçün. Nitqimə başlamamışdan öncə ilk növbədə mən burada Afaq xanıma təşəkkür edirəm və Reyhan anaya sizə təşəkkür edirəm. Reyhan xanımla mən çox daha neçə illəri tanışıq, amma biz bir-birimiz daha da yaxından tanış olmağa bir neçə aylardır artıq bir-birimizdən yaxından tanışıq, hətta qonşuymuşuq, bir ərazidə qalırmışıq, bəli. Və bütün Allah şəhidlərimizə rəhmət eləsin. Biz həmrəy xalqıq zaten, amma 44 günlük vətən müharibəsi bizim xalqımızın həmrəyliyini daha da həmrəy elədi, mən deyərdim. Və musiqiyə keçid almamışdan öncə onu demək istəyirəm ki, burada Azərbaycan Milli Konservatoriyasının müəllim heyətindən Rəhmə xanım buradadır və tələbələrindən mən, Sərhəd buradadır. Və istərdim ki, Milli Konservatoriyanın 4-cü kurs tələbəsi Sərhəd sizlər üçün bir gözəl evləri var, Xana-xana əsərini ifa etsin. Gözəl bir həmrəylik gününə həsr olunmuş, vətənimizə həsr olunmuş ifalarını dinləyək.
mən yenə söhbət açmış baharımdan. Nəğməm ilə bir də keçir öz diyarımdan. Qoy mən yenə söhbət açmış baharımdan. Nəğməm ilə bir də keçir öz diyarımdan. Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl gəldir şən Azərbaycan. Tər göllər şəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Keçdim yenə titək-titəyər mahalından, öz yurdumun doymaz ürəyim salından. Bu vəhdəli Qarabağın dağı qallıdır, gen sözləri bu torpağın boş bahalıdır. Bu vəhdəli Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl gəldir şən Azərbaycan. Göllər şəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Mən hər birinizə bugünkü 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə tərəfimizdən keçirilən tədbirə qatıldığınız üçün hər birinizə ayrı-ayrı təşəkkürümü bildirirəm, təşəkkür edirəm. Gənclərimizə təşəkkür edirəm. Başda Reyhan xanım olmaqla sizə, qonaqlarıma təşəkkür edirəm. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəaliyyətində, işində hər birimizin yaxından iştirak etməyi bizim vətəndaşlıq borcumuzdur.